bir məsəl var. İndi elə hansı televiziyanı açıran Vasif Talıbovdan danışırlar. Hansı saytı açıran Vasif Talıbovdan. Hansı internet televiziyasını açıran Vasif Talıbovdan danışırlar. Adamlar var ki illər uzun ağzını açıb ümumiyyətlə heç nə barədə danışmıyıblar. İndi Vasif Talıbov sən demə necə cinayətlər törədirmiş filan. Bu elə bir ki nəsə Vasif Talıbovun əməllərindən xəbərləri yoxmuş. Güya bugünə kimi hesab edirlərmiş ki Vasif Talıbov orada xarüqələr yaradır. Hesab edirdilər ki güya məsələn kim bilmirdi ki Naxçıvan gömrüyündə qanun pozuntuları var. Güya Naxçıvan gömrüyündə qanun pozuntuları var, Astara gömrüyündə qanun pozuntuları yoxdur. Yalama gömrüyündə qanun pozuntuları yoxdur. Bəlkə daha çoxdur. Bəlakəndə bəlkə yoxdur, Qazaxda bəlkə yoxdur. Azərbaycanda hansı bir sahə var ki orada rüşvətxorluq, orada maliyyə pozuntuları olmasın? Məsələn, Naxçıvanın Maliyyə Nazirini həbs ediblər. Maliyyə Nazirliyində maliyyə maxinasiyaları olubdur. Azərbaycanın Maliyyə Nazirliyində maxinasiyalar yoxdur. Başqa elə bir nazirlikdə elə konkret olaraq, elə sakitçilikdir. Elə gedəni tumarlamaqdan söhbət gedir. Elə Ziya Məmmədov gedib də. Tumarlayırlar. Ziya Məmmədovun rəhbərliyi altında çəkilən yol tamamilə özünü doğrultmuyub. Bu yola onun maya dəyərindən 10 dəfələrlə artıq dövlət büdcəsindən vəsait ayrılıbdır. İndi həmin yolu sökmək üçün dövlət büdcəsindən küllü miqdarda vəsait ayrılır. Çəkilmək üçün yenə ayrılır. Yenə də ayrılacaqdır. Yəni söhbət 10 milyardlarla dollar dövlətə vurulan ziyandan gedir. Tək bununla bitmir. Tək bununla bitmir. 20 ildən çoxdur yol mövcud deyil. Yol bir neçə il belə babat işlədi. İndi yol mövcud deyil. Yolu söküblər. Nə qədər adam öldü o yolda? Nə qədər insan həyatını itirdi? Hər qəzada 3 nəfər ölür, 5 nəfər ölür. O yolda gedən o təmir işlərinə görədir bu məsələlər. Niyə o yolun işlədiyi 3-5 ildə orada qəza olmurdu? Orada o qədər ölüm hadisələri baş vermirdi. Amma o yol əvvəl tikiləndə də demək olar ki, hər həftə orada qəza olurdu. Elə mən bu yaxınlarda bir şəhidimizin dəfni ilə əlaqədar Giləzi qəbirstanlığına getmişdim, Giləzi kəndinin. O qəbirstanlıqda bilirsiniz nə qədər o yol qəzasında həlak olan adamlar var. Bunların hamısı o yol tikintisinə nəzarət edən adamların məsuliyyətidir. Amma görün bu məsələ barədə bir söz danışan var, məsələlər barədə biz dəfələrlə qaldırırıq məsələlər. Bir kəlmə deyən var, yox, sakitçilikdir. Amma nə vaxt tapşırıq veriləcək? İmkan verilməyəcək. Hamıya məlum olacaq ki, sən demə, məsələn, Ziya Məmmədov Nəqliyyat Naziri olarkən filan hadisələri törədirmiş. İndi xəbəriniz yoxdur. İndi komanda verilməyib, tapşırıq verilməyib. İndi bilmirsiniz ki, orada nələr baş verir. Və ya indinin özündə, güya gömrükdə, vergi sistemində, güya elə o sərhədlərdə, aeroportda baş verən cinayətlər, baş verən özbaşınalıqlar haqqında kimin məlumatı yoxdur ki? Bilirsiniz, Sovet dövrü ilə indiki dövr arasında oxşar cəhətlər var. Yəni, Sovet dövründə rüşvətxorluq vardı. Xüsusilə Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda rüşvətxorluğun miqyası 10 dəfələrlə artmışdı. Amma Sovet dövründə rüşvətxorluq, korrupsiya qeyri-legal idi. Bunu gizlin edirdilər, bunu qorxa-qorxa edirdilər, bunu aşkarda etmirdilər. Amma indi korrupsiya, rüşvətxorluq legaldır. Hamı bilir nəyin qiyməti nə qədərdir, hamı bilir nəyin şapkası nə qədərdir. Yaratdılar, güya yüngülləşdirmək üçün sadəcə rüşvəti legallaşdırdılar. Yəni bu məsələlərlə bağlı hər kəs hər şeyi bilir, hər kəsin gözü qarşısında bu hadisələr baş verir. Və bəzən bizi itham edirdilər, indi düzdür, bu fikirlər daha az səslənir. Deyirlər ki, güya bizim, yəni Azərbaycan Xalq Cəbhəsi, Müsavat Partiyası, yəni bizlər güya demişik ki, Azərbaycanın yolları qızıldan olacaq, əgər Azərbaycan müstəqil olsa. Bu, təbii ki, əgər kimsə də bu ifadəni səsləndiribsə, burada söhbət sözün hərfi mənasında yolun qızıldan olmasından getməyib. Yəni, Azərbaycanda yüksək səviyyəli yolların, yüksək səviyyəli kommunikasiyaların, yüksək səviyyəli həyat səviyyəsindən olmasından gedib. Və əgər doğrudan da Azərbaycanda korrupsiya və rüşvətxorluq olmasa, Azərbaycanda oğurluq olmasa, Azərbaycanda düzgün kadr siyasəti aparılsa, Azərbaycanın vəsaitləri düzgün istiqamətə yönəlsə, Azərbaycan, məsələn, Qətər səviyyəsində yaşayacaq, Amon səviyyəsində yaşayacaq bir dövlətdir. Niyə, mən demişəm bu sözü əvvəllərdə, niyə bizim heç də erudisiyasına görə, intellektinə görə Azərbaycan xalqından üstün olmayan, yəni hər bir xalqın öz üstünlükləri var,
mən özümüzü ərəblərdən üstün saymıram, onları da bizdən üstün saymıram. Yəni bu da bir millətdir, biz də bir millətik. Bizim də yüksək üstün cəhətlərimiz var, onların da üstün cəhətləri var. Amma necə olur ki, bir çox hallarda, məsələn, iqlim şəraiti Azərbaycandan qat-qat pis olan, həyat şəraiti Azərbaycandan qat-qat pis olan, inkişaf imkanları Azərbaycandan qat-qat çətin olan, neft ölkəsi olan ərəb ölkələrinin əksəriyyətində insanlar milyonçular kimi yaşayırlar. Dubayda 10 il ərzində, 20 il ərzində böyük bir yüksəliş, böyük bir inkişaf gedir bu ölkələrdə, ərəb ölkələrində. Mən hələ Avropa ölkələrində, qərb ölkələrini demirəm. Amma Azərbaycanda yox. Niyə? Azərbaycanda sanki məsələn ərəb şeyxləri təbii ki, çox yüksək həyat səviyyəsi yaşayırlar. Diktatordurlar, diktatura rejimi qurublar. Amma ərəb xalqı da acından ölmür. Ərəb ölkələrinin bir çoxunda fəhlələr Pakistandan, Kanadadan, Avropadan gəlirlər, fəhlə işləyirlər. Avropanın, Şərqi Avropa ölkələrinin adamları ərəb ölkələrində bu fəhlə işləri, xidmət işlərində onlar çalışırlar, onlar işləyirlər. Niyə Azərbaycanda bu məsələlərin olmasının qarşısı alınıbdır? Niyə buna imkan verilmir? Hər yerdə insanların çörəyini kəsməyə çalışırlar. Hər yerdə adamların həyat şəraitinə maneçilik törətməyə çalışırlar. Yəni bütün sahələrin üzərinə əl qoyublar. Məsələn, Qazaxstanda da korrupsiya var. Amma Qazaxstanda bütün sahələr hakimiyyətin nəzarəti altında deyil. Hər sahə üzərində monopoliya yoxdur. Xüsusi sahələr üzərində monopoliya var, amma hər sahə üzərində monopoliya yoxdur. Tamamilə azad sahələr var. Məsələn, ərzaq təminatı, taxıl, tikinti materialları filan bu tipli məsələlər monopoliyada deyil. Azərbaycanda hər bir sahə monopoliya altındadır. Hər şeyi nəzarət altına alırlar. Yəni Azərbaycan xalqına qarşı bu davranış düşmənçilik davranışıdır və bu davranışlara son qoyulmalıdır. Çünki cəmiyyət narazıdır. İndi Naxçıvanda olan korrupsiya faktlarından danışırlar. 3 nəfər həbs olundu. Məlum oldu ki, elə Naxçıvanın təxminən 1 illik bütövlükdə bu ərazinin, respublikanın büdcəsi qədər bu 3 nəfər vəsait mənisi. Hələ belə iddialar var ki, Vasif Talıbov tərəfindən 30 milyard vəsait mənimsənilib. 30 milyard həqiqətən çox böyük bir puldur. Yəni bu çox böyük bir rəqəmdir. Əgər Naxçıvanda 30 milyard mənimsəmək mümkündürsə, görün Azərbaycanda nə qədər mənimsəmək mümkündür. Və hər kəs də bilir ki, nə qədər mənimsəmək mümkündürsə, o qədər də mənimsənilir. Yəni heç vaxt orada nə bir intellekt, nə bir zadəgan düşüncəsi ki, bu xalqın malıdır, buna kəm baxmaq olmaz. Yəni belə düşüncələr təəssüf ki, o vəsaitləri mənimsəyən, xalqın çörəyini onun boğazından kəsərək alanlarda təəssüf ki, elə düşüncə yoxdur. Yəni, insanların dolanışığının qarşısını alıb, elə kənd yerində də, şəhər yerində də, hər sahədə o vəsaitləri təmərküzləşdirib, ələ keçirtmək hünər sayılır, bu qabiliyyət sayılır. Və bununla fəxr edirlər, bununla öyünürlər. Bunu özlərinin çox böyük bir bacarığı hesab edirlər. Əslində bu bacarıq deyil. Bacarıq insanların yaşamasına şərait yaratmaqdır. Əraziləri inkişaf etdirməkdir. İnsanların maddi rifahını yaxşılaşdırmaqdır. Əmək haqlarını artırmaqdır. Pensiyaları artırmaqdır. Uşaq pullarını verməkdir. Yerlərdə abadlıq işlərinin yüksək səviyyədə aparılmasıdır. Ölkənin bütün ərazisində yüksək keyfiyyətli yolların salınması, elektrik sisteminin qurulması, internet sisteminin qurulması, xarici ölkələrə səfərlər olarkən o uçaq biletlərinin ucuz həyata keçirilməsi, səhiyyə sahəsinin yüksək səviyyəyə qaldırılması və s. Dünyanın bir çox ölkələrində səhiyyə gerçək olaraq pulsuzdur. Yəni vətəndaşlar belə cüzi simvolik vergi verirlər və bunun əvəzində sığorta pulu verirlər və bunun əvəzində onlar istənilən xəstəlikdən bilirlər ki, təminatlı şəkildə müalicə olunacaqlar. Yəni dünyada mövcud olan sistemlər var. Velosiped kəşf etməyə ehtiyac yoxdur. Yəni dünyada mövcud olan sistemləri həm səhiyyəyə aid etmək olar, həm təhsilə aid etmək olar, həm sosial sahəyə aid etmək olar. Bütün məsələlərlə əlaqədar hakimiyyət deməli dünya bazarı sisteminin, azad bazar sisteminin, liberal iqtisadi münasibətlər sisteminin qanunlarını qəbul etmir. Sanki misal çəkirəm. Biznes kimi baxırlar. Bəli, misal çəkirəm. Məsələn, Qarabağda iş gedir, sahələr əkilir, orada yol tikilir, orada elektrik təchizatı aparılır. Bu tenderləri kim udur? Bu tenderlər harada keçirilir? Bu tenderlərin qalibləri kimdir? Kim onları müəyyənləşdirir? Bu şəffaflıq haradadır? Niyə bundan heç kəsin xəbəri yoxdur?
Heç kəsin xəbəri yoxdur. Tenderlər keçirilir. Özləri öz aralarında. Hətta indi mən dəqiqləşdirilməmiş məlumat olduğu üçün demirəm. Məsələn, konkret olaraq sahələr var ki, deyir elə o sahənin nazirinin biri qardaşı oğludur, biri öz oğludur, biri bacısı oğludur. Qudalar, bacanaqlar. Yəni bu şəkildə tenderlər bu adamlar tərəfindən udulubdur və bu adamlar o